Pasiyentimiz bizə yaxın günlərdə müraciət edib. Şikayətləri nədir? Şikayətlərini dinləyərkən xarici burunda deformasiya, bir də nəfəs alma çətinliyi. Bildirmək istəyərdim ki, pasiyent bizim bölgələrin, yəni regionlarımızdan birində 2 il bundan qabaq əməliyyat olunub, burun çəpəri əməliyyatı olunub və təkrari xəstədə son 5-ci ayda nəfəs alma çətinlikləri yaranıb. Xəstənin obyektiv müayinəsi zamanı, renoskopiya zamanı xəstədə aşkar olundu ki, burun çəpəri əməliyyatdan sonraki vəziyyətdir. Ancaq burunun sellilik şişəsində çox böyük ölçüdə, yəni deyərdim ki 2 sm, 2,5 sm və daha çox ölçüdə böyük bir perforasiya var. Burada bir qayda var, demək istərdim. Yəni burun əgər sellilik şişəsində əməliyyatdan sonra perforasiyalar yaranıbsa, əgər onun ölçüsü 1 sm-ə qədərdirsə, biz buna əməliyyatın köməkliyi vasitəsilə biz bu perforasiyanı aradan qaldırmış oluruq. Yəni ya sellilik şişəni ucuca tikirik, ya da ki ora qırdaq götürüb, qırdaq qoyuruq və sellilik şişəni iki tərəfdən də qırdağa tikirik. Amma burada perforasiya çox böyük ölçüdə olduğundan xəstəyə izah elədim ki, yəni bu perforasiyanı aradan götürmək qeyri-mümkündür. Yəni çox çətindir. Bunu istər xarici mütəxəssislər də bunu icra edə bilməzlər. Çünki perforasiya həddən artıq çox böyükdür. Ona görə də xəstədə burunda belə bir qayda var, fizika qanunu. Yəni turbulent axın, havanın turbulent axınıdır. Yəni xəstənin normada bir burundan girib hava daxil olduğundan burada qanun pozulur və hər iki tərəfdən də, yəni sağ və sol tərəfə hava axınları keçdiyindən ona görə xəstədə burunda nəfəs alma çətinlikləri olur. Eyni ilə arada bir burun qanaxmaları ilə müşahidə olunur. Biz burada nə edəcəyik? Əməliyyatımızın planı belədir ki, burnun, balıq qulaqlarının işlənməsi, vazotomiya əməliyyatı icra eləyəcəyik. Üstəlik, xarici burun əməliyyatı aparılacaq, yəni estetik əməliyyat, yəni burun bel hissəsində, xaricdə, xüsusən sümük hissədə donqar var. Qırdaq hissə isə burun çəpəri əməliyyatı olduğundan, burun qırdağı çox elastikliyin itirdiyindən burun bir qədər çöküb. Ona görə də buruna dəstək verəcəyik. Dəstək də vermək üçün biz xəstə ilə razılaşmışıq, qərarı aldıq ki, qabırğadan, yəni 10-cu, 11-ci qabırğa qırdaqları bizim sərbəst qırdaqlardır. Yəni qabırğadan ya 10-cu ya da 11-ci qabırğadan qırdaq götürəcəyik və onu biz buruna tətbiq edəcəyik. Və tətbiq edib sonraki nəticədə irəli dönəmlərdə biz bunun şahidi olacağıq. Apardığımız etap qabırğadan qırdaq götürməkdir. Cərrahımızla bir yerdə bu işi icra edirik və onu biz sonra buruna tətbiq edəcəyik. Çünki burun çəpəri əməliyyat olunduğundan bizdə qırdaq yoxdur. Bizim də belə qərara gəldik ki, qabırğa qırdaqları həm möhkəm, sərtliyinə görə də sərt olduğundan burnun dayaq sistemi üçün bu mütləq önəmlidir.
bitirdik. İndi inşallah onu tətbiq edəcəyik və yarı yerinin əməliyyat sahəsinin tikilməsi həyata keçirilir. Əməliyyatın ilkin qırdağa götürüləndən sonra əməliyyata indi start verildi. Son kaburgadan çıxartdığımız qırdaq böyle bir qırdaqdır. Onu biz burun çəpərini tətbiq edəcəyik. Sadəcə hissələr ayırmaq lazımdır. Deməli, əməliyyatımızı sona çatdırdıq. Əməliyyatımızın nəticəsinə əsasən burada estetik gözəllik yox, xəstənin düşmüş burnun, yəni xarici burnun vəziyyətdən çıxartmaq, yəni xəstənin burununa, burun belinə, belə deyək, dayaq vermək. Əməliyyat zamanı burunda heç bir burun çəpəri yox idi. Bu da, yəni dediyim kimi 2 il əvvəl burun çəpərindən əməliyyat olub xəstə. Demək olar ki, xəstənin həm burun qırdaqların, həm də ki, burun sümüklərin tamamilə götürmüşdür. Məcbur olub xəstənin estetik, belə deyək, estetik əməliyyatını qırağa qoyub biz funksional bir rinoplastik əməliyyat apardıq və xəstəyə burun belinin qabırğa qırdağından götürülmüş qırdaqlarla bərk etdik və dayaq verdik. İnanıram ki, nəticəsi də yaxşı olur inşallah gələcəkdə. Və indi biz bura gipsimizi və silikonumuzu qoyacağıq. Dediyim kimi burun perforasiyasına heç bir müdaxilə edə bilmədik, çünki ölçü həddən artıq böyük idi. Hardasa təqribi 2 sm yarım, 3 sm qədər idi. Bu yüzden də burun balıq qulaqlarının vazotomiyası aparıldı. Radiofrekansla təsir göstərildi. Bildirmək istərdim ki, bu yönlü əməliyyatlar həddən artıq çətin və həddən artıq da ağır olur. Çünki heç bir qırdaq yoxdur. Qabırğadan götürülən qırdaqla sən ancaq burnun anatomiyasını pozur və yenidən bərpa eləyirsən. İnşallah xəstəmiz də nəticədən razı qalar. Ona görə də burun əməliyyatlarına getməmişdən öncə xəstələrimiz əvvəlcədən planlaşdırmalıdırlar. Bunlara estetik əməliyyat lazımdır, yoxsa burun çəpərinin əməliyyatına ehtiyacı var. Çünki çox vaxt burun çəpəri əməliyyatı icra olunur, müəyyən yaş həddindən sonra burunda hər hansı bir problemlər olur, ya problemlərlə yaşanır və xəstə də məcbur olur ki, yenidən burun estetik əməliyyatına geçsin. Estetik əməliyyat da çox vaxt nəticəsi yaxşı olmur, çünki qırdaq yoxdur. Qırdağı vaxtı ilə burun çəpəri əməliyyat olunanda götürülüb və həkim üçün də həddən artıq çətin olur. Bu da yəni ən çətin əməliyyatlar qrupuna
aiddir. Burada əməliyyat, belə deyək də, revizyon əməliyyat olduğundan mən üstünlük verirəm adi gips sarğılara. O yüzden biz gips sarğıları 4 kat katlayıp onu kesip burun uygun formada burun üzerine gips sarğı koyulacak ve bir haftadan sonra gips sarğı silikonla birlikte çıkarılacaktır. Yani bu en itibarlıdır. Yani burun sümüklərinin tespitinde, yani onun möhkəm saxlanmasında, dayanıqlı olmasında çox böyük üstünlükləri var. Mən gips sarğını qoyuldu. Gips sarğını çox sıxmaq istəmirəm, çünki burada burun üst hissəsinə qırdaqlar qoymuşuq. Yəni onlar yerindən oynamasın deyənə çox sıxmaq fikrində də deyiləm. İnşallah bir həftədən sonra gips sarğı çıxarılsın. Yəqin ki, istədiyimiz nəticənin 100% də olmasa, heç olmasa bir 80%, 90% arası nəticə yaxşı olur. Yəni burada yenə deyirəm, burada əsas estetik baxım deyil, burada xəstənin həm funksional plastikanın icra olması, həm də ki, əvvəlki vəziyyətdə olan burun çökməsinin qarşısı alınmasıdır. Biz də onu icra elədik. Əməliyyatımız sona çatdı. Əminəm ki, nəticəmiz uğurlu olacaq və xəstəmiz də bizdən məmnun qalacaq. İnşallah bir həftədən sonra xəstəmizin gips sarğıları və burundakı silikon tamponları çıxarılacaq. Zamanla burun öz yerini tapacaq. Yəni ödemlər, şişkinlik minimal 6 ay, maksimal 1 il, 1 il yarım çəkir, davam edir. Bu da xəstənin orqanizmindən asılıdır. Yəni ola bilər biraz tez, ola bilər biraz gec və ümumiyyətlə 6 ay və 1 il yarım ərzində xəstədə sonraki nəticələr özünü göstərməyə başlayır. Pasiyentimizin bugün 7-ci günüdür, yəni bir həftə sonra demişdik ki, gipsi çıxarılacaq. Biz gipsi çıxartdıq. Gördüyümüz kimi burun həqiqətən də əvvəlki burunla qat-qat, yəni fərqlənir. Burun normal bir burun quruluşunu alıb, istifadə etdiyimiz qabırğa qığırdağı bizim işimizə yaradı və xəstəmiz əminəm ki, bundan sonra da öz burunundan razı qalacaq. Və bir daha bildirmək istəyirəm ki, xəstələr əvvəlcədən əməliyyatı, yəni burun əməliyyatlarını icra eləməmişdən qabaq, yəni oturub fikirləşsinlər. Onlara kosmetik əməliyyat lazımdır, yoxsa burun çəpəri əməliyyatı lazımdır. Çünki burun çəpəri əməliyyat olunanda, xüsusən də bizim regionlarımızda, yəni burun çəpəri əməliyyatlarının icrası bir qədər köhnə, belə deyək, metodlarla həyata keçirildiyindən bizə də gələcəkdə bir sıra fəsadlar yaradır xəstələr üçün. Sonra xəstələr bizə müraciət edəndə biz burun boşluğundan qığırdaq tapa bilmirik. Ona görə məcbur oluruq ya qulaqdan qığırdaq götürək, ya da ki, qabırğadan qığırdaq götürək. Və bildirmək istəyirəm ki,
xəstəmizin sonraki dönəmləri burunu mütləq qorumalıdır. Burun boşluğuna ciddi fikir verməlidir və həm irəli dönəmlərdə, yəni hardasa 6 ay, 1 il ərzində, 1 il yarım ərzində burun tam öz formasını alacaq və gördüyümüz kimi də burun yan profildən, ön profildən həqiqətən də gözəl bir burun çıxıb xəstəmizdə. Ona görə də çalışmaq lazımdır ki, burnu, yəni ixtisaslaşmış, yəni ya lor cərrahlar tərəfindən, ya da ki, plastik cərrahlar tərəfindən icra olunsun. O qədər. Gördüyümüz kimi çox gözəl bir burun alınıb. Həqiqətən də indi tikişlərini sökəcəm, burun boşluğundan silikon tamponlarımızı çıxardacağıq və ondan sonra biz öz məsləhətlərimizi verəcəyik. Pasiyentin 14-cü günüdür. Əməliyyatdan 14 gün keçib. Xəstəmizin Allah'a şükür elə bir güclü narahatçılığı yoxdur. Yəni hər şey öz qaydasında gedir. Burun öz formasını yavaş-yavaş tədricən alır. Əminəm ki, hardasa təqribən bir ildən sonra nəticəsi daha da yaxşı olacaq. Yəni istədiyimiz biz nəticəni əldə edəcəyik. Burunda əmələ gəlmiş dediyimiz kimi qayıqvari burun dediyimiz burun, yəni burunda əmələ gəlmiş çökəklikləri biz qırdaqla, qabırğadan götürmüş qırdaqla doldurduq. Üst hissəsini və burun belindən yaranmış donqarın 3-dən 2 hissəsini götürdük, amma xırda bir hissəsini saxlanıldıq ki, yəni burnun ara hissəsində sümük tam olmadığından, yəni orada gələcəkdə çökmə baş verməsin. O yüzden əminəm ki, hardasa təqribən bir ildən sonra burun öz formasını alacaq, göstərilən şişkinliklər tam aradan qalxacaq və xəstəmizin də irəli dönəmlərində təqribən hardasa bir ildən sonra təkrarı müayinəyə dəvət edəcəm. Yəni bir ildən sonra təkrar bir də baxış keçirəcəm. Ondan sonra yəni nə ehtiyac olsa öz məsləhətimi bildirəcəm. Problem ondan irəli gəlir ki, burun donqar, bel hissəsi çox donqarlı idi. Deməli, burnun qırdaq hissəsinin, burun belinin qırdaq hissəsi çökmüşdür. Yəni bu da aparılan əvvəlcədən burun çəpəri əməliyyatından sonra baş vermişdir. Çünki orada qırdaqlar demək olar ki, qalmamışdır. Eyni ilə sümük hissəsini tamamilə kəsib götürmüşdülər. O yüzden burunda qayıqvari bir burun forması almışdır. Yəni sümük hissə donqarlı, qırdaq hissəsi çökmüşdür. Biz də bunun nəticəsində qabırğadan götürdük, qırdağı tətbiq elədik maksimal dərəcədə buruna. Burnun heç olmasa əvvəlki vəziyyətindən demək olar ki, bir 90%, 95% dəyişikliyi var. Bir balaca burun bel hissəsindən, sümük hissəsindən saxlamışam xüsusən. Nəyə görə? Çünki o ara hissəsi boş olduğundan, yəni sümüyü orada tam götürmək olmaz, düzgün deyil və ara hissə boş qalacaq və gələcəkdə müxtəlif çökəkliklər yaranmasına və burunda müxtəlif problemlərin yaranmasına səbəb olacaq. Yəni aparılan əməliyyat öz qaydasında normativlərə uyğun aparılıb və dünya səviyyəsində aparılan əməliyyatlar, yəni burun plastikası əməliyyatları da bizim klinikamızda və biz tərəfdən icra olunur. Yəni əsas odur ki, xəstədə olan, yaranan xarici burunda yaranan ağırlaşmanı, dəyişikliyi aradan götürdük və burun normal bir vəziyyətə qaytardıq. Yəni bunu gələcəkdə kimsə görər ki, birdən əməliyyat olunub ya olunmuyor. Yəni demək olar ki, burada yəni heç əməliyyatlıq belə deyək də bir burun görüntüsü tamamilə yoxdur. Yəni təbii bir burun alınıb, yəni öz üzünə uyğun, xəstəmizin sifətinə uyğun bir burun forması vermişik. Və zamanla bütün şişkinliklər aradan qalxacaq və burun öz quruluşunu ta alana qədər
yəni burunda regenerasiya prosesləri davam eləyəcək. Burunda heç bir əyilmələr yoxdur, burunda heç bir çökəklikləri yoxdur. Əminəm ki, irəli dönəmlərdə də nəticəmiz uğurlu olacaq və xəstəmiz də bizdən razı qalacaq.